Hamınıza salam uşaqlar. Bugün sizlərlə Skeviti var və bir oyun oynayacağıq. Bu oyun pis bir müəllim haqqında gedir və biz burada bu pis müəllimənin başına oyun açmalıyıq. Yəni məktəbdə bizə pis davranıb deyə biz də bunun başına oyun açacağıq. Uşaqlar oyun yəni ondan gedib ki, ondan getdiyini başa saldım, neydən getdiyini, müəlliməyə getdiyini. Öğretmen de daha sonra. Neyse uşaqlar, tabii ki uşaqlar başlayayım. Təcə başlamışım, YouTube'da danışabilməyəm. Neyse, yaxınına biraz yazarkən oyun maşallah, çoxdur bunun kodu. Neyse uşaqlar, baxın, keçən videoda Ice Cream biri oynamışdım və çox izlənmişdi. Siz orada yani bir videoda 12 like atmışsınız ve o beni çok xoşbəxt eləmişdi. Sizə minnətdaram ki o kadar like atmışsınız. Və uşaqlar keçən videonun altında yorum atmaq olmaydı. Çünki mən o videonu ancaq uşaqlar üçün seçmişdim. Səhv eləmişəm. Bu dəfə videonu hamı üçün seçəcəm və siz də baxa biləcəksiniz. Yəni yorum ata biləcəksiniz. Ice Cream 2-ni oynamamı istəyirsinizsə və Skeviti üçün davamının gəlməsini istəyirsinizsə yorumlarda yazın. Geçen videoda məni 12 yani ben çok da gözləmirdim. Canlı yayına başlamaq üçün mənim 50 takipçiyə ehtiyacım var idi. Amma sizsə 12 takipçi yığdınız ucu. Yani bir videoda 12 takipçi yığmışsınız. Sizə minnətdaram. Bak bu neyini? Geçmeliyim. Uşaqlar bir de bir tane problem var. Ben sizin için Ice Cream 1'i kabus modunda çektim. Yani videoda. Ama birinci bölümün videosu kimi ona göre ki videomu qayabilmədim də. Bəzi yerlər çəkildi, bəzi yerlər çəkilmədi. My hand! Burada birinci bölümü keçdik. Oh, it hurts so bad! Eline sıçan kapanı yapışıyor. Bu bizim karakterli böyle oynuyor. Sonra reklamıydı. Sonra ikinci bölüm. Burada deyip ki Edson ismi istediğiniz bölümü I'm definitely the best chef in the world. Bu Misty bizim müəllimimizdir. Bu dedi ki Misty'nin supunun içine duz qat ki, yəni zəhərlənsin o sudan. Yəni ki dərs keçə bilməsin, hələ deyil. Yəni səhər yeməyini deyirlər. Ben yedim, ne sıkıntıyım? Ben ne sıkıntıyım? Bak, açar. Aldırtacaksan da bunu mənə. Gelin bunu yemeğin içine buz katar kaçar. Sonra bu ikinci defa çok güzel oynamışım yani. Ona göre bir adımdan çıkmıştı yani oyun. Stay out of my house, Teyzem bana little öğretti. brat. Gelin bakalım ne oldu. Oh, yummy, yummy, yummy. Yemeğini yiyip yemeğini çekiyor. Doğuyor. It tastes so bad. Yaşayalım. Üçüncü bölüm şey. Tak, bu da üçüncü bölüm. Gelin oxuyalım. Misty TV sözler Misty kanat. İnşallah burada diyeyim ki Misty yani bizim müəlliməmiz televizyonda en xoşladığı yani qorxulu nəsə filmə zada baxacaq. Biz də onun televizyonunu qırmalıyıq. Müəllim devam edir. Gördüğünüz gibi stolun üstünde This will always be my favorite show. Crowbar var. Ondan qıra bilərik. Tak, bu nədir? Burada güldürmə qazı var. Askırtma qazı var və oynatma qazı var. Gəlin oynama qazını seçək. Üç şəkil. Oh! Necə oynayır?
şey diyorum. Haydi neyini izliyoruz? Sadece çıkıyor. Ya kömeğiyle de oyunda oynamaya. İpucu değil. Ha ipucu. Bunu demek istiyorum. Oyunda. Merdiven var yukarıda kaçtım. Bu odası değil. Ben yukarıda gidiyorum. Böyle bir spor salonu var. Böyle No! What happened to my TV? My favorite show was about to start. Aha. İndi 100% reklam gələcək, əminəm. Əminəm də. Hə, Ice bax belə. Uşaqlar, mən bayaq sizlər üçün Ice Cream 1-i kabus modunda keçirdim. Amma sizə dediyim kimi çəkə bilmədim də. Bir də ki, uşaqlar, nə deyəcəkdim? Bir də ki, uşaqlar, keçən bölümdə oyunun səsi çox bərkiydi deyə mənim səsim çıxmırdı. Ona görə ki, bu dəfə oyunun səsini biraz az elədim. Bu da nədir? Bu Mysteries Uşaqlar, deməli burada deyim ki, Mystery, yəni bizim müəlliməmiz nəsə partiyə gedəcək və onun bir dənə gözəl platiyası var və biz o platiyanı pozmalıyıq, yəni kəsməliyik. What should I wear to the masquerade party? Of course, I can look good in everything. Bunun platiyası yuxarıdadır. Ay, reklamlar bezdi bir-bilə. Əsas da o reklam saytına aparan nədir? Reklamlar bezdi-bilə. Əsas da o reklam saytına aparan X var ya. X-in üstünə basan reklam saytına gedirsən. Bezdi-bilə. Neyse, bu da nə deyil? Yenə ipucu. Yəni, mən məcbur elədi ki, bu ipucuya basın. I'm definitely the best chef in the world. Çok tatlıydım. Sen bugün ne yesen? Belli. İnşallah yorumlarda yazın gelin. O reklamları yaratan adamın Hindistan qabağını qoysaydılar. Neyini yazın? Aa, deyil ki. Güncəldən qaçmaq olabilirsə. İnşallah abdın gələn videosu çəkəcəm. Gəlin baxaq görün necə baxışırdır. Havuz özünə olmur. Bir dənə bölümdə bu sauna idarə edir. Bir şey soruşdum. Təsəvvür edin ki, reklamları yaratan adamı sizin qabağınıza qoyurlar. Ona neyini yazır? Ona neyini yazır? Ben yorumlarda yazdım. Şok oldu ki, platiyası çırılır. Ardını gələn video qoyacağım. Videoya like atıp kanala abone olmayı unutmayın. Hamınıza uğurlar.